Hər kəsə salam. Bu gün etibarıyla 2025-in bitməsinə tam olaraq 30 gün qalır. Və mən qərara gəlmişəm ki, 2025-i xilas edeyim. Təbii ki, bu gülməli səslənir, amma təzəcə öyrəndim ki, tədqiqatlar aşkar edib ki, gələcəyimiz keçmişimizi dəyişdirir. Biz bunun tam əksinə inansaq da, yəni uzun araşdırmalar nəticəsində belə qərara gəliblər ki, gələcək keçmişə təsir edir. Təbii ki, bu mövzunu izah etmək çox uzun vaxt alır, amma mənim buradan gəldiyim nəticə odur ki, əgər 2026-nı xəyalımdakı kimi bir il olmağı istəyirəmsə, 2025-lə düzgün sağollaşmalıyam. Ona görə də 2025-lə sağollaşmaq üçün yollar axtarmağa başladım. Bu kiçik şəklə 2025-də nə eləmək istəyirdimsə, hər birini yerləşdirmişəm. Deməli, xəyal panomdur bu mənim və mənə görə xəyal panosu 3-5 sevimli şəkil bir yerə yığıb olmasını gözləmək deyil. Tam əksinə, nə eləmək istəyirsənsə gözünün önündə olsun ki, onu reallaşdırmaq daha asan olsun. Ona görə də mən də xəyal panoma nələr istəyirdimsə, onları yerləşdirdim. Sonra başladım həmin xəyal panosunda müsbətlər və mənfilər qeyd etməyə. Və yarım müsbətlər də var idi. Müsbətlər odur ki, il boyu bunu tamamlamağı bacarmışam. Yarım müsbətlər odur ki, 50-yə 50, yəni tamamladığım hissəsi də var, tamamlamadığım hissəsi də var. Mənfilər isə bacara bilmədiyim və tamamlaya bilmədiyim hissələrdir. Və 2025-mi xilas edəndə məqsədim odur ki, mənfiləri və yarım müsbətləri tam müsbətə çevirim. Və buna görə də başladım analiz eləmək ki, xəyal panoma nə qoymuşam, niyə qoymuşam, nə qədər uğurlu olub. Deməli, xəyal panomda bir neçə əsas başlıq var. Bunlara nələr aiddir? Sağlam cild, pul və yığım, sağlam qida, təhsil, sağlam vücud, kitab və film, məşğuliyyətlər. Nə qədər də çox sağlamlıqla bağlı şey var. Deməli, əsas başlasaq sağlam cilddən. Mənim üzüm həssas dəri olduğu üçün tez zamanda sivilcələnə bilir. Bəzən çox yaxşı olur, bəzən çox pis olur, amma ümumilikdə cild baxımımı daim elədiyim üçün və cildimə xüsusi qulluq elədiyim üçün, xüsusilə üzümə təbii ki, bunu tam müsbət adlandırmışam, amma bu serimizdə xüsusilə cild baxımı rutini hissəmiz olacaq. Sonra pul və yığım. Mən çox bədxərc bir insanam və nəzərə alsaq ki, çox boş yerə pul xərcləyirəm. Məncə bu ili ideal keçirtmişəm. Çünki lazım olmayan heç nəyi almamışam, özümü dayandırmağı bacarmışam və israfçılığa yol verməməyə çalışmışam. Ona görə məncə bu hissədə uğurlu olub və bu son bir ayda qənaət eləməyə davam. Sonra sağlam qida. Fast food mənim ən sevdiyim hissədir qida rasionumda. Əsas da kola. Bunun qarşısını almalıyam deyə düşündüm. Çünki sağlamlıq hər şeydən öndə gəlir. Ona görə də bu yarım plusdur. Çünki bəzi günlər həqiqətən də ürəyim çox kola içmək istəyir ya da fast food yemək istəyir. Bəzi günlər məcbur oluram bunu eləməyə. Çünki ən asan və əlverişli üsul fast fooddur. Amma yarım plusdur çünki normalda həftənin hardasa 4-5 günü qeyri-sağlam qidalansam da bu hədəflə birgə bunu gördükcə bunu daha da azaltmağa, məsələn, artıq 2 həftədən bir fast foodla qidalanmağa başlamışam ya da kola içməyə. Ona görə bu yarım plusdur. Yəni yarım uğurlu saya bilərik. Digər bir hissə təhsil. Təhsillə bağlı olan hissədə də məncə bir problem yoxdur. Baxmayaraq ki, arada tənbəllik eləyirəm. Yenə də məncə məqaləmi hazırladığım üçün, tezisimi hazırladığım üçün, elmi işimə az da olsa, çox az da olsa vaxt ayırdığım üçün, yəni bunu da müsbət saymaq olar təbii ki. Sağlam vücud. Əslində bu tam da uğurlu hissə deyil, düzdür, tam uğurlu deyə qiymətləndirə bilmirəm bunu. Tamamilə mənfi deyə qiymətləndirmişəm. Çünki bəzi günlər ürəyim həqiqətən də idman etmək istəmir, yerimək istəmir və çox fikirləşirəm. Həmin günlər idman eləmədiyim üçün demək olar ki, 365 gündürsə əgər, sadəcə 65-ini idman elədiyim üçün bu uğurlu olmuyor. Bu seridə gərək xüsusilə diqqət edeyim. Sonra gəlir kitab və filmlər. Kitablarla bağlı serimdə mütləq olacaq. Bu il oxuduğum bütün kitablar haqqında danışıb bunu yadımda saxlamaq istəyirəm ki, o kitabın məzmununun sonunda dönüb baxa biləcəyim bir videom, bir yerim olsun. Və filmlər də bu il həqiqətən filmlər baxımından çox uğurlu ildir. Çünki mən həyatıma xüsusi əlavəsi olan, dəstəyim olan desəm, filmlər izləmişəm. Ona görə bunu da uğurlu sayırıq. Təbii ki, serialları buradan saymıram, çünki seriallar o qədər də yəni insana nəsə qatmır o eləməyəcəyi üçün də, amma bəzi filmlər insana həqiqətən də nələrsə qatır. Və son olaraq məşğuliyyətlər. Əslində bu ildə digər illər kimi, digər illərdə də məşğuliyyət həmişə uğurlu olub. Bu ildə uğurlu hesab eləmək olar və davam elətdirmək üçün əlimdən gələn eləməyə
başlayacağam. Deməli, hədəflərim əsas olaraq bunlardır qısacası və bu 30 günlük marafonda da nə eləyəcəmsə hər birini sizinlə bölüşəcəm. Sağ olun.